Salih insanları xatırlamaq üçün qəbirləri bəzəmək, abidə tikmək məntiqli görünür. Bəs İslam bu barədə nə deyir? Əziz izləyicilər, Nuh surəsi 23-də bütpərəstlərin belə dediyi qeyd olunur. Nə badə öz ilahlarınızı tərk edəsiniz. Vədd, Suvanı, Yağusu, Yavqu və Nəsri qətiyyən tərk etməyin. Bəs bu Vəd, Suva, Yağus, Yavq və Nəsr kim idi? Səhih İslam mənbələrinə görə bu adlar Nuhdan əvvəl yaşamış salih insanlara aiddir. Onlar xalq tərəfindən çox sevilən, Allaha ibadətdə örnək olan, xeyirxahlığı ilə tanınan şəxslər idi. Bu salih insanlar vəfat edəndə cəmaət çox kədərlənir və onların yoxluğu insanlara ağır gəlir. Məhz bu zaman şeytan insanlara belə bir fikir təlqin edir. Bu yaxşı adamların xatirəsinə oturduqları yerlərdə, qəbirlərində abidə qoyun ki, onları xatırlayasınız və siz də onlar kimi olasınız. Beləcə insanlar şəkillər çəkir, oturduqları yerlərə, qəbirlərə heykəl formasında nişanələr qoyur. Amma o dövrdə heç kim bu heykəllərə ibadət etmirdi. Bir neçə nəsil keçəndən sonra isə yeni nəsil bunların tarixini bilmədiyi üçün şeytan onlara deyir: atalarınız bu heykəllərə ibadət edirdi. Beləcə əvvəllər xatirə üçün qoyulan şəkil və heykəllər sonraki nəsildə bütə çevrilir və sitayiş obyektinə dönür. Bu Allahdan qeyrilərinə yönəlməyin, yəni şirkin başlanğıcıdır. Buna görə qəbirləri abidələrə çevirmək, bəzəmək və üstündə ibadət etmək doğru deyil. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm buyurub: Yahudi və xristianlara Allah lənət etsin. Onlar öz peyğəmbərlərinin qəbirlərini məscid etdilər. Hətta Peyğəmbərimiz Həzrət Əliyə belə tapşırmışdı: heç bir surəti məhv etmədən, hündür bir qəbri isə yerlə yeksan etmədən qoyma. Bütün sivilizasiyalarda bu kimi amillər paqanizmin təməli olub. Şeytan bu üsulla insanları azdırmağı çox sevir. İslamda qəbir sadəcə torpaqla və ya kiçik daşla işarələnir. Əks halda bu şirkə yol açır. Yəni ölünün müqəddəsləşdirilməsi və ya qəbirdə ibadətə bənzər davranışların yaranması. Rəbbimiz bizləri Fatihə surəsində buyurduğu kimi: İyyəkə na'budu və iyyəkə nəsta'in. Yalnız sənə ibadət edirik və yalnız səndən kömək istəyirik sözünə sadiq olan qullarından etsin. Əmin.